Herkese salam, necəsiniz? Deyirəm ki, çox yaxşısınız. Bugün sizinlə birlikdə bir açıqlama videosu çəkirəm. Yəni bugün əyləncə videosu falan olmayacaq. Sadəcə açıqlama videosu olacaq. Kanalda bir türlü qəşəng yanmalıdır. Nəysə, açıqlama videosu olacaq. Çünki artıq 3 aydır ki, video atmıram həqiqətən də. Yəni 3 ay yəni 3 ay çox uzun bir sürədir məncə. Yəni 3 ayda heç bir video atmıram, heç short belə atmıram. Çünki short videosunun mənim kanalıma xeyrindən çox ziyan olacaqdı. İzlənmə sürəm zaten sıfıra yaxınlaşır, yəni çox azdır. 4 saat üzərindən çox az olub. Əvvəl çox idi, amma sonradan YouTube silməyə başladı bir. Yəni keçən il bu günündə atdığım videonu silir, yəni elə bir şey olur. Yəni ki video ata bilmədim. Niyə video ata bilmədim onu deyəcəm indi. Çünki imtahana hazırlaşırdım. Yəni bu 9-cu sinif ərzində sırf imtahana hazırlaşmağa çalışırdım. Açıqcası video çəkirdim. Yəni sırf imtahan, sırf kağız, dərs, yəni deyəcək bir şey yox idi. Gedirdim, yəni gəzməyə falan gedirdim, video çəkirdim, amma video çəkirdim. Okey, burada sorun yoxdur. Amma videonu editləyə bilmirdim. Editləməyə vaxt tapmırdım. O vaxtımı yəni editləməyə sərf etdiyim vaxtı yemək yeməyə, nə bilim yemək yeməyə sərf edirdim, başqa bir şey atışdırmağa falan, yəni belə sərf edirdim. Aramızda sır, yəni TikTok falan baxmağa. Neyse. Yəni buna sərf edirdim. Ona görə də editləməyə vaxtım çatmırdı. Açıqcası editləməkdə özüm də qatırdım. Çünki editləmək həqiqətən çox sıxıcı bir işləmdir və YouTube-da ən zəhləm getdiyim şey video editləyib atmaqdır o videonu. Yəni çəkməkdə sorun yoxdur mənim üçün. İstədiyim qədər video çəkərəm. Amma onu editləmək mənim üçün zülm olur. Yəni çox iyrənc bir şeydir. Çox mən səbirsiz bir insanam onsuz da. Onun da üstündə oturub 2 saat editləmək birazcık mənim açıqcası əsəb eləyir, sinir eləyir. Əsl kamera burada da bura baxıram. Niyə bilmirəm. Nəysə, yəni ona görə video ata bilmədim bu uzun sürədə. Yəni imtahanı necə verdim deyə sorarsanız, imtahanı dünən verdim. Bu videonu bu gün atacağım, yəqin elə çəkdiyim gün atacağım. O imtahanı 13 apreldə imtahanımı verdim. Necə keçdi bilmirəm. Orta, yəni nə pis nə yaxşı keçdim. Azərbaycan dilini yaxşı yazdım, riyaziyyat incəsini bilə bilmirəm. Onları birazcık sorun oluşdu. Çətin idimi? Yox, məncə orta hesabda bir imtahan idi. Yəni Azərbaycan dilini məncə asan düşmüşdü. Yəni birinci zonalarda birinci zonalar zaten asan idi, amma ikinci zonalarda ortaydı. Qrammatikadan səhv eləmirəmsə 3 dənə səhvim çıxmışdı. Mətnin biri səhvsiz idi. Açıq sualları yazmışam, hamısını düz çıxacağını düşünürəm Azərbaycan dilindən. Digər mətndən də 2 dənə səhvim çıxmışdı. Belə yəni Azərbaycan dili. Riyaziyyatla incəsində artıq konuşmayalım o konuları lütfen. Sizə sormayın. Toplam 120'ni keçdiyimi düşünürəm, amma hələ ballar çıxmayıb. Ballar çıxanda da sizinlə bölüşərəm. Deyərəm sizə nə qədər bal toplamışam. Bu il kollecə vermək istəyirəm. Yəni kollecə hazırlaşırdım və 150 bal keçmək istəyirdim, amma sanırım keçəməyəcəm, hələ bilmirəm. Bəlkə keçmək şansım var. Çünki 120'dən çox gözləyirəm, az gözləmirəm. Yəni 150 də ola bilər, bilmirəm. Yəni keçməyi düşünürəm. Əgər keçsəm, yəni 120'dən nəsə düşə bilərəm, qədər şansım var. İmtahanım qurtarmadı, elə qabiliyyət imtahanım da var. Qabiliyyətdə verəndən sonra çox rahat olacağım. Artıq bıkmışam yəni. Ən sevdiyim şey rəsm çəkmək idi. Ondan belə bezmişəm. Rəsmi çəkirəm, yəni dayandırmamışam. Çünki qabiliyyətim hələ var. Qabiliyyətim nə vaxt bilmirəm dəqiq, amma var hələ. Yəni onu da verəcəm və imtahanlarım qurtaracaq. Ondan sonra kollecə düşüb düşmədiyim məlum olacaq. Düşməsəm məktəbimə davam edəcəm. Yəni kollecə hər ehtimalla düşəcəm, yəni. Sadəcə mən sırf dizayn üzrə kollecə istəyirəm deyə onu biraz sorun oluşacaq. Yəni dizayn kollecdən düşməsəm, dizayn fakültəsi, həm də o dizayn şeysindən düşməsəm 11'i oxuyacağam. Yəni 11'dən hazırlaşacağam birbaşa universitetə. Əgər ki dizayna düşsəm, kollecə verəcəm və kollecdən universitetə verəcəm. Elə düşünürəm. İnşallah kollecə düşmək istəyirəm. Düşməsəm də zaten yəni özümü öldürəsi deyiləm, öldürməyəcəm yəni. 11'ə davam edəcəm. Belə gərək indi video konusuna, video
Hə, video konusuna ki, videonu ata bilmirdim 3 ay müddətində. İndi də atdığım videoları belə 100 izlənmə gəlsə belə şükür eləyərəm. Çünki heç izlənmə gəlmir videolarıma, YouTube atdığım videolarıma. Çünki çox böyük ara verdim. Nə bilim, video dəyişiklikləri elədim. Video, yəni necə deyim? Məsələn, bir dəfə vlog videosu atırdım. Vlog səhifəsi kimi, bir dəfə də əyləncəli bir səhifə kimi olurdum. Amma demək, YouTube sırf bir səhifə üzrə gedənləri iləri götürür. Yəni hər şeyi əl atanları yox. Onun üçün biraz da beni geri çəkib atdığı videolarımda izlənmir. Bu da beni üzüyor tabii ki. Yəni əvvəlki kitləm yoxdur. Çünki əvvəl videolarım 14 min, 20 minə belə qədər gəlib çatırdı izlənməsi. Amma indi heç 100-ə belə güclə gəlib çatır. Bu çox üzücü bir durumdur. Umarım tez bir zamanda bu durum düzələr ki, düzələcəyini düşünürəm. Davamlı videolar ataraq, davamlı səhifəmi qaldıraraq düşünürəm ki, izlənməm qalxacaq. İmtahanları qurtarmışam, artıq rahatam. Videolar tez-tez çəkə bilərəm, tez-tez ata bilərəm. Ona görə də ən azı bu yay, yəni çoxlu videolar çəkəcəyimi düşünürəm. Çünki boşam, yəni boşam, sadəcə film izləyirəm, yəni başqa bir şey eləmirəm, şəkil çəkirəm, film izləyirəm, bu qədər. Yəni imtahanım qurtardı, artıq dərs oxumaq yoxdur artıq. Kurtuldum artıq dərs oxumaqdan. Ona görə də yəni videoları tez-tez çəkəcəm. Nə videoları istəyirsinizsə, yəni məndə fikirlər var biraz, amma istəyirsinizsə yorumların altına da yaza bilərsiniz. Bura ki, hansı videolar, hansı tür videoları çəkib. Çünki sizin istəyinizlə irəliləmək mənə daha çox xeyirdir. Çünki sizin istədiyiniz videoları çəkirəm və sizin daha çox ilginizi çəkir o videolar. Videolarımda önə çıxır. Okay. No problem. Videolarımda önə çıxır. Ən çox maçlar videoları çəkirdim deyəsəm, bilmirəm. YouTube'umu unutmuşam. Maçlar videoları çəkməyə davam etmək istəyirəm. Yəni fərqli, yəni tema maçları istəyirəm. Məsələn, karakterlər makyajı istəyirəm, yəni çox maraqlı olar məncə. Sonra tikiş videoları çəkmək istəyirəm. Tikiş, yəni mən zaten balaca tikiş maşınım var, yəni bilirsiniz. Onda çoxlu şeylər çəkəcəm. Onu tikəcəm və çəkəcəm. Yəni özümü gəlişdirmək istəyirəm açıqda tikiş konusunda. Çünki yəni tikəndə və çəkəndə özümü çox xoşbəxt hiss edirəm. Xoşbəxt tikəndə, rəsm çəkəndə, bir də YouTube səhifəsi sizinlə birlikdə video çəkəndə. Nəysə, geri dönəlim. Şeydir, yəni çox xoşbəxt olaram deyə bu konularda özümü irəlilətmək istəyirəm. Çünki bu 3 konu mənim ən çox irəliləmək istədiyim konulardır. Tikişdə yəni irəliləmək istəyirəm və sizə də bu elədiyim şeyləri atmaq, göndərmək, seçmək və bölüşmək istəyirəm. Belə ümid edirəm ki, əvvəlki səhifəmə gəlib çıxaram, əvvəlki kitləmə ulaşaram, hətta daha çox kitlələrə gəlib çataram. Çünki bunu istəyirəm, bunu əldə etmək istəyirəm. Sizinlə birlikdə daha çox olmaq istəyirəm. Sizinlə birlikdə gəzmək, dolaşmaq, tikmək, sökmək, nə bilim, kəsmək, doğramaq, hər şey istəyirəm. Çünki sizinlə birlikdə olanda özümü çox xoşbəxt hiss edirəm. Umarım siz də beləsinizdir. Umarım səmimiyyətimə güvənirsinizdir. Belə abunə olub like etməyi unutmayın. Necə videolar istəyirsinizsə mütləq yorumların altına yazın. Mütləq, amma mütləq və mütləq. Videomu da paylaşsanız sevinərəm. Əski izləyicilərimdən bəlkə paylaşarsınız. Yəni video kitləm böyüyər inşallah. Sizdən sadəcə bu kiçik bir xahişim var. Abunə olub like etməyi unutmayın. Həmişəki şey, xahiş edirəm abunə olun, xahiş edirəm like atın. Çünki bu önəmlidir. Like atmasız da olar, amma siz də abunə olun. Belə sizlər sevirəm, özünüzdə çox yaxşı baxın. Bundan sonra həmişə birlikdəyik. Tez videolar atacağım. Bye bye.